Zamana doğru axan gələcək sənin üçün naməlum qeybdədir. Sən bilmirsən başına nələr gələcək və heç kim bilmir. Bunu necə öyrənmək olar? Videonu bəyən, axıra kimi dinlə. Salam aleykum dəyərli izləyicilər. Çox dəyərli izləyicilərimizdən biri bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah sizi öz rəhmətinə muvaffaq eləsin inşallah. Deməli, bunu necə öyrənmək olar? Bizim üçün gələcəkdə olan, başımıza gələcək bir şeylər qeybdədir. Nə zaman yaşayarıqsa, o zaman reallığa görə şahid oluruq. Bunu necə öyrənmək olar? Şifrəli kodlu istixarə ilə və necə qarşısını almaq olar? Və bunu Kiram-ı Katib duasının kodlaşdırması ilə qarşısını almaq mümkündür. Deməli, şifrəli kodlu istixarə nədir? Zənni istixarə var, təsadüfi istixarə. Verilən məlumat doğru da ola bilər, yanlış da ola bilər, amma 99% zənni şübhəli istixarə də yanlışdır. Adam sadəcə olaraq məlumatları götürür, kitab açır, sağ tərəfə baxır, yaxşı aya çıxsa uyğundur, pis aya çıxsa uyğun deyil və bu cür zənni təsadüfi məlumat verilir. Amma şifrəli kodlu əbcəd hesabınızla olunan istixarədə istixarə edənin və elətdirənin niyyətincə, fikrincə deyil, gələn bildiriş Quran ayəsindən nə çıxsa o deyilir sizə. Və hər kəsə ayrı müxtəlif cür surə və aya çıxır, həmçinin də öz hesabı ilə. Bəli, və kim istəsə profildə əlaqə nömrəsi var. Takib atıb ekranı bəyənən gəlsin. Əgər istəyirsə, maraqlıdırsa istixarə barədə və həmin kəsin müraciət edənin istixarəsi video şəklində çəkilib atılır özünə. Sıxıntı yaradanın səbəbi nədir? Cadu mudur, nəfsin midir, nəzər midir, kimisə müdaxiləsi midir? Başına müjdəli xoş xəbər mi gələcək? Yəni xoş, müjdəli, sevindirici xəbərlə qarşılaşacaq və yaxud da mənfi bir cərəyan edən hadisə mi əhatə edəcək? O haqda ətraflı məlumat verilir. Bəli, istixarədə hər hansısa bir başınıza gələcək hadisədən bəhs olunur və əgər negativ bir şey çıxırsa, Kiram-ı Katib duasının kodlaşdırması ilə bunun qarşısını almaq mümkündür. Real olaraq istəyənlər buyursun, əlaqə saxlasın WhatsApp-la, ətraflı məlumat verir.